Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mən Vüsalə müəllimə ilə birlikdə bugün 4 rəqəminin 4 rəqəmiyə vurulmasının izahını verəcəm sizlərə uşaqlar. Və uşaqlar, başlamamışdan qabaq demək istəyirəm ki, bizim ödənişli qruplarımıza qoşulub yararlanmaq üçün 05715 2041 nömrəsinə yazmağa tələsin, çünki yerlər məhduddur. İnşallah dekabr qruplarımız açılacaq, monitorinqə hazırlıq qruplarımız. Kim istəsə yazıla bilər. Uşaqlar, neçə gəlin vurmaya baxaq. Canlıda bir qızımız istəmişdi, izahını verəcəm, siz də yararlanarsınız. Burada nə edirəm uşaqlar? 3-ü vurdum 2-yə, elədim 6. 3-ü 4-ə 12, 2 yazdım, 1 yadımda. 3-ü 1-ə 3, o da yadımdakı 1, 4. 3-ü 2-yə 6, düzdürmü? İndi bir daha ki cavabımı. Bax, onluqlar cərgəsindən yazacağam. Fikir verin, 2 burada nədir? Onluqdur, düzdür? Onluqlar cərgəsindən yazacağım. 2-ni 2-yə 4, 2-ni 4-ə 8, 2-ni 1-ə 2, 2-ni 2-yə 4. Yazdım mı uşaqlar? Fikir verin, bir dama qabaqdan yazdım. İndi yüzlüklər mərtəbəsində 4, düzdürmü? Fikir verin. Neyə niyəcəm? Yüzlüklər mərtəbəsinə yazacağım, bax aldığım cavabını. Yüzlüklərin sırasından yazacağım. 4-ü 2-yə 8, 4-ü 4-ə 16. 6 yazdım, 1 yadda. 4-ü 1-ə 4, o da yadımdakı 1, 5, düzdür? Daha sonra 4-ü 2-yə də vuranda elədi 8. İndi sən minliklər mərtəbəsinə baxaq. Özüm 1 xat, 2 xat, 3 xat qoyuram ki, sizə rahat olsun. 1-i 2-yə vurdum. Minliklər sırasına baxıram. Oldu 2, 1-i 4-ə 4, 1-i 1-ə 1, 1-i 2-yə isə 2. Yazdım mı uşaqlar? Diqqətlə fikir verin, hər dəfə bir xana irəli gəldi. Yaxşı mı uşaqlar? İndi bunları toplayaq. 6, 6, 4, 8, 8, 20, 0 yazdıq 2 yadda. 6 ilə 2, 8, bu da 8, 16, o da 2, 18, 8 yazdıq 1 yadda. 4 ilə 5, 9, 9 ilə 4, 13, o da 1, 14. 4 yazdım 1 yadda, 8 ilə 1, 9, o da 1, 10, 0 yazdım 1 yadda və 2-nin üstünə 1 oldu 3. İndi isə uşaqlar, gəlin bu ədədi oxumaq üçün ayıraq 3. Həmişə ayıranda arxadan başlayın. 3, 3, 1. Nə oldu uşaqlar? 3 milyon 48 min 66. Demək ki, cavabımız bu oldu. Uşaqlar, bax belə. Öyrənməyə, yararlanmağa tələsin və kanala abunə olmağı, bəyənməyi unutmayın. Hələlik.